Psixologiya deyir ki, oğlan uşağının anasından olan bağlılığı yaşa dolduqca bitir. Amma qız uşağını anasından ayıran atası olur. Dolayısıyla qız uşağı öz qadınlığını atasından kəşf eləyir. Onu sevir və o sevginin qarşılığında nə alırsa onun adına sevgi deyir. Dolayısıyla bizim uşaq vaxtı yaşadığımız bütün acılar bugünkü həyatımızın memarıdır. Uşaqlıqdan aldığımız bütün travmalar bizim əslində taleyimiz, qismətimizdir. Biz sevginin nə olduğunu atamızdan öyrənirik. Ömrü boyu sevgi nədir sualının cavabına atamızdan aldığımız duyğularla cavab veririk. Ona görə də o acını, o biganəliyi, o xor görünməyi, o dəyər görməməyi neçə kilometr uzaqda oluruz tanıyırıq. Bizi sevməyəcək, bizi əzəcək, bizə biganə yanaşacaq, bizi dəyərsiz hiss etdirəcək bütün baxışları uzaqdan tanıyırıq və